Problemdən danışan adamı rədd elə getsin. Vəbşi bir gün yanında saxlama. Bu problemdən danışan adam ancaq bilin hər gün sənin negativ enerjindən dolduracaq. Gah onun orası ağrıyır, gah burası ağrıyır, gah işdə problemlər var, gah nə bilim həyatında problemlər var. Gah bu adamın finansivi problemlər var, pastayını zibilə düşür, sənə zəng edir, sənin qanını qaraldır və görürsən ki, bu adam kömək eləyəsə adam deyil, bu adam səni ancaq aşağı çəkəcək. Neynirsən bunu? Bu adama əgər bir söz çatmırsa, bunu düzəltmək mümkün deyil. Bu sadəcə talpanın içində məhv olub gedəsi bir insandır, aydın olursa. Ona görə də uşaqlar, beləsinə nudnu, yəni hər dəfə negativ danışan, hər dəfə sizi bu aura ilə bəsləyən insanları rədd eləyin getsin. Всё. Qapını açırsan, əgər sənə kömək eləməyim sənə dəymirsə və mən dediklərim sənə çatmırsa, zəhmət olmasa öz frekansını dəyiş və rədd olmayın həyatından. Və salam. Belə insanları həyatınızdan uzaqlaşdırın və uğur sizinlə olacaq. Çünki, yenə də deyirəm, mən hər videomda deyirəm, ətraf nədirsə sən də ona dönəcəksən. Bizi izləməyi unutma. Daha maraqlı səhifədə.